Deməli uşaqlar, bu videoda güvən rasional ifadələr mövzusundan olan suallarınızı izah edəcəm. Hər kəs bütün videoya başdan sona baxsın. Deməli, başlayırıq ilk olaraq 5-ci sualdan. 5-ci sualda bizə nə deyir? Deyir ki, ifadənin qiymətini hesabla. Zaten uşaqlar, siz bilirsiniz ki, bu hesab əməllərində birinci vurma bölmə varsa, onlar icra olunur. Daha sonra toplama çıxma. İndi bəs hansı ardıcılıqla icra eləyək deyə soruşsanız, fərqi yoxdur uşaqlar. Hansı ardıcılıqla verilirsə o ardıcılıqla. Yəni baxın, əvvəlcə bölmə, sonra vurma verilib də. Siz birinci bölməni icra eləyin, ondan sonra keçərsiniz növbəti olan vurmaya. Yəni mən əvvəlcə 2 üstü 10-u 2 üstü 4-ə bölürəm. Bu zamanda əsas olduğu kimi qalırdı, qüvvət üstləri çıxılırdı. Ondan 4 çıxıb 6 yazırdıq. Daha sonra vurulsun 2 üstü 2 və çıxılsın 2 üstü 7. Hə. Baxın uşaqlar, birinci bu vurma icra olunmalıdır. Ona görə onları bir-birinə vururam. Olur 2 üstündə 8, çünki qüvvətlər toplanılırdı. Çıx 2 üstü 7. Hə, bura qədər hamı gəlir, sonra problem yaşayır. Uşaqlar, burada mən 2 üstü 8-i, yəni qüvvəti böyük olanı, balacaya görə uyğunlaşdırmalıyam. Yəni onu yazıram 2 üstü 7 vurulsun 2 üstü 1 şəklində. Həqiqətən də vurma zamanı qüvvətlər toplanar və 2 üstü 8 yaranır. Çıx 2 üstü 7. İndi burada hər ikisinin 2 üstü 7 olduğu üçün mən 2 üstü 7-ni çıxara bilərəmmi? Bəli. Qalar 2 üstü 1 çıx 1. Bərabər. Sən məndən yaxşı bilirsən ki, 2 üstü 2 1, 2 üstü 1 2-dir və oradan 1 çıxanda yekun bu mötərizənin qiyməti 1 olar. Ona görə də cavab 2 üstü 7 olur. Yəni D variantı. Daha sonra 9-cu sual, bir ifadənin qiymətini hesabla. Uşaqlar, orada biz nə edirik? Əsasları mümkün qədər balaca olanlar, yəni sürətdəkilər olduğu kimi qalır. Sənin işin aşağıdadır. Məsələn, 4-ü mən 2-nin kvadratı üstü 3 şəklində yaza bilərəm də. Çünki 4-ün üstünə kubu ver, bax, o kubu orada yazmalıyam mütləq, unutmaq olmaz. 6-nı isə 2 vur 3 üstündə 2 kimi yazıram. Belə olanda hamısı 2-3-ə gəldi də əsaslar, düzdür? Xoşbəxtlik. Sürətdə 2 üstü 6, 3 üstü 4 zaten qalır. Məxrəcdə nə olur? Uşaqlar, biz bilirdik ki, qüvvət düsturlarından çöldəki qüvvətlə içəridəki qüvvət bir-birinə vurulur, 2 üstü 6 yazılır. Burada isə çöldəki 2 həm 2-yə, həm 3-ə, içəridəki hər bir hasili vurğuna aid olmalıdır. Yəni olacaq 2 üstü 2 və 3 üstü 2. İşte bundan sonra uşaqlar ixtisar edəcəyiz. 2 üstü 6 gedir bütöv şəkildə. 3 üstü 2 ilə 3 üstü 4 gedir, amma nə qalır? 3 üstü 2-nin biri qalır da. Axı 4-də nədir? İkisi getsə ikisi qalmalıdır da. Və son olaraq məxrəcdə 2 üstü 2 var. Hə, bundan sonra artıq aydındır da. 3-ün kvadratı 9-dur. 2-nin kvadratı 4-dür. 9-u 4-ə böləndə cavab olur A variantı. Daha sonra 11-ci sual. Bu çox maraqlı sualdır. Uşaqlar da adətən bu suallarda problem yaşayırlar. Əslində rahatdır uşaqlar. Nə edirik burada? Bayaqki qayda ilə mən altını 2 vur 3 kimi yaza bilərəm. Qüvvətində n unutmuram. Və nə var? Məxrəcdə nə var? Məxrəcdə 3 üstü n üstəgəl 1. Mən bunu necə yaza bilərəm? 3 üstü n vurulsun 3 üstü 1 kimi yaza bilərəm uşaqlar. Həqiqətən də vurma zamanı qüvvət üstləri toplansa, bu mənə kömək olacaq. Daha sonra 2 üstündə n-1 necə? 2 üstündə n, uşaqlar, bölünsün 2 üstü 1 yazmalıyam da, düzdür? Və məntiqlə düşünsək, növbəti prosesdə o bölünmə olduğuna görə yuxarı çıxacaq avtomatik. Hə, deməli, nə edirəm uşaqlar? Diqqətlə baxın, sürətdə 2 üstü n və 3 üstü n aydındır. Məxrəcdə isə 3 üstü n, 3 üstü 1, 2 üstü n. Amma bölmə olan, yəni hansı ki biz 2-ni bölmüşük axı. Bölmə olan uşaqlar, əslində bu bölünsün 2 üstü n deməkdir, düzdür? 2 üstü n oraya yazılır. O da biz deyirdik axı, kəsri kəsrə böləndə bölünən kəsir deyil də, bölən kəsir, yəni ikinci kəsir tərsinə çevrilməlidir. Tərsinə çevriləndə bu məxrəcdə olan artıq sürətə çıxacağı üçün elə mən bunu birbaşa 2-ni sürətə yaza bilərəm. Yəni 2 üstü 1-i uşaqlar çıxardım sürətə. Ki proses daha asan olsun. Nələr gedir? 3 üstü n-lər, 2 üstü n-lər qalır. Yuxarıda 2, aşağıda qalır 3. Uşaqlar, 3-də 2 variantlarda olmayanda təəccüblənməyin. Burada düzgün cavab B variantı olur. Niyə? Çünki 0 tam dövrdə 6 demək, bu saf dövr onluq kəsiri idi. Və bunu biz çevrəni 9-da 6 kimi çevirirdik. 3-ə də ixtisar eləsəz, zaten 3-də 2-ni almış olacaqsınız. Ona görə elə cavab B variantı olur. Daha sonra baxırıq 14-cü suala. Aşağıdakılardan hansı bir hədli deyil? Uşaqlar, biz demişdik ki, bir hədli olmaması üçün ya hərfin üstündə mənfi, kök altı, virgüllü onluq kəsir, adi kəsir fərqi yoxdur da. Natural olmayan bir şey olmalıdır. Və yaxud da
Çox hədli olmalıdır uşaqlar. Ortada toplama çıxma olanda o çox hədli sayılır artıq, bir hədli yox. Yəni burada bütün variantlar okeydir uşaqlar. Hətta C variantı belə okeydir. Niyə okeydir? Çünki o da bir hədlidir də. Biz demişdik ki, istənilən həqiqət bir hədli sayılır. Yəni məsələn 5 özü bir hədlidir. Yanında hərf olmaq zorunda deyil. Ola da bilər, olmaya da bilər. Əsas önəmli olan nədir? Hərfi varsa qüvvəti natural ədəd olsun. Əsas tələbi budur. Digərlərinin hamısı da məsələn A-nın əmsalında -3 görürük. -3 bizi qorxutmasın. Əmsal demişdik ki, istənilən həqiqət ola bilər. Bizim qorxmalı olduğumuz, bizim üçün ən diqqət eləməli olduğumuz məqam zaten hərflərin qüvvəti idi. Hərflərin qüvvətində də heç bir natural olmayan bir şey görmədiyim üçün burada sadəcə uşaqlar D variantı olur cavab. Yəni ki, o bir hədli deyil. Niyə bir hədlidir? 8 özü bir hədlidir. -3x də özü bir hədlidir. Amma iki bir hədlinin cəmi və yaxud da fərqi uşaqlar bu artıq çox hədlidir. Çünki biz demişdik axı çox hədli bir hədlərin cəbri cəmidir. Təbii ki, o artıq nə? Çox hədli sayılır. Bir hədli sayılmır. Sonra 15-ci suala baxaq. Aşağıdakılardan neçəsi bir hədlidir? Əla. Məsələn, birinciyə baxaq. Birincidə hər şey okeydir. Hərflərin qüvvəti də natural ədədlərdir. Biri götürəcəyik. İkincini də götürürük çünki yenə də qüvvət naturaldır hərflərin qüvvəti. 3-də də heç bir problem yoxdur. 4-cü sualda artıq uşaqlar 4-cüdə problem var. Çünki biz demişdik ki, kəsrli şeylərdə heç vaxt məxrəcdə hərf olmaz. Məxrəcdə ədəd ola bilər uşaqlar. Çünki o əmsalın kəsr olması deməkdir və demişdik axı əmsal istənilən həqiqət ədəd ola bilər. Amma məxrəcdə hərf olmaz. 5-cidə də B-nin üstündə -1 görürük. O da problemdir, olmaz. 6-cı isə uşaqlar götürə bilərik. Niyə götürürük? Çünki orada 2-nin üstündə -1 verib səni çaşdırır. O qabaqdakı əmsaldır. 2 üstü -1 həqiqət deyilmi? Bəli, o ola bilər də, niyə olmasın ki? Ümumiyyətlə riyaziyyatda indiyə qədər görüb tanıdığınız bütün ədədlər əmsal ola bilər. Onluq kəsr olsun, dövrü kəsr olsun, adi kəsr olsun, mənfi tam ədəd olsun, nə istəyir ola bilər. İstənilən rasional ədəd, irrasional ədəd, həqiqət ədəd ola bilər. Amma 6-nın baxın, hərflərinə baxın. A kvadrat, B kubus, C. Hamısı naturaldır da qüvvətlər. Niyə olmasın ki? Uşaqlar, burada neçəsi bir hədli oldu? 1, 2, 3 və 6-cı. Yəni cəmi 4 dənəsi bir hədli ola bildi uşaqlar. Cavab olur D variantı. Daha sonra baxırıq 16-ya. Yenə deyir ki, aşağıdakılardan neçəsi bir hədlidir? Eyni prinsiplə yanaşacaq uşaqlar burada. Deməli, birincidə bir hədli olmaz. Niyə? Çünki B-nin üstündə, hərfin üstündə -1 görürük. İkinciyə baxaq. Ola bilər uşaqlar, niyə olmasın ki ikinci? Çünki hərflərin üstü naturaldır da. Demişdik ki, qabaqda istənilən həqiqət ola bilər. Kök altını görüb o dəqiqə vahiməyə düşmürük. Yəni ola bilər ikinci. Sonra üçüncüyə baxırıq. O da təbii ki, ola bilər. O da nədir? Hərflər hamısı naturaldır. Dördüncü ola bilmir, çünki məxrəcdə nə var? Hərf var. Beşincidə hərflərin qüvvətində -2 görürəm, ola bilməz. 6-cı isə okeydir uşaqlar. Bayaqki qayda ilə yenə də 2 üstü -1 görüb qorxmuruq, çünki o əmsaldır. Всё. Hansılar oldu? 2, 3 və 6. Sayı olacaq 3 dənə. Cavab oldu C. Sonra bizdə deyəsən 22-ci sual var. Gəl onu da baxaq. Aşağıdakı ifadələrdən neçəsinin bir hədlinin kvadrat şəklini göstərmək olar? Hə uşaqlar, bu bir hədlinin kvadrat şəklində göstərməsi üçün bizə nə lazımdır uşaqlar? Hərflərin 2-yə bölünən ədəd olması gərək. Başqa bir problemimiz yoxdur. Yəni 2-yə bölünən deyəndə nəyisə kvadrat kimi göstərə bilirsənsə, okeydir də, heç bir problem yoxdur. Davam eləyək uşaqlar 16-cı sualla. Aşağıdakılardan neçəsi bir hədlidir? Yenə eyni məntiqdir uşaqlar. Nəyə baxmalıyıq? Hərflərin qüvvətində natural olmayan nəsə görsə onları çıxırıq. Məsələn, elə birincini çıxdım. Çünki üstündə B-nin -1 var. Sonra uşaqlar burada 5-cində çıxıram. Çünki Y-in üstündə -2 var. 4-cünü çıxıram. Çünki məxrəcdə hərf var. Geriyə qalan hər şey doğrudur uşaqlar. O 1 böl kökdə 3 sizi qorxutmasın. Çünki o əmsaldır. İstənilən həqiqi ədəd ola bilər. Yəni həqiqi ədədlər deyirik də, rasional və irrasional olmaqla 2 yerə bölünür. İrrasionaldır da, olsun da, niyə olmasın ki? Əmsal hər şey ola bilər. Hətta 6-cıda 2-nin üstünə -1 görürsən, o da səni qorxutmaz. O əmsaldır. Qabaqda olan əmsaldır, o heç bir problemi yoxdur. Yəni uşaqlar, burada 1, 4, 5-dən başqa geriyə qalan hamısı olar. Yəni 3 olar, 3 olmaz. Bizə soruşur ki, neçəsi bir hədlidir? 3-ü bir hədlidir uşaqlar. Sonra bizdə 22 var idi, səhv eləmirəmsə, nə deyir? Aşağıdakı ifadələrdən neçəsini bir hədlinin kvadrat şəklini göstərmək olar? Çox qəşəng sualdır bu uşaqlar. Bir hədlidirsə, bir hədlinin kvadratı da bir hədli olmalıdır. İlk növbədə bunu nəzərinizə çatdırım. Burada mən bir hədli olmayan bir şey görürəmmi? Bəli.
Üçüncü bir hədli deyil. Çünki x-in üstündə mənfi 2 görürəm. O bir hədli deyil. Demək ki, bir hədlin kvadratı bir hədli olmalıdır deyə o birinci növbədə səhvdir. Geriyə qalan hamısı əslində bir hədlidir uşaqlar. Amma bir hədlin kvadratı kimi göstərilməsi üçün sizə bir asan yol deyim. Hərflərə fikir verdik sadəcə və hərflər cüt ədədlər olmalıdır. Uşaqlar hərflərin qüvvəti 2-yə bölünən, yəni cüt ədədlər olmaq zorundadır. Burada hərfləri tək olanlar hansılardır? B üstü 5 var da, səhvdir o. Geriyə qalan hamısı okeydir uşaqlar. Birinci, ikinci və dördüncü okeydir. Yəni cəmi üssünü bir həllin kvadrat şəklində göstərmək olar. Bunun yaxşı qaydasını bildik. Yaxşı mahiyyəti nədir? Mahiyyəti odur ki, uşaqlar, məsələn, bir dənə tutaq ki, yazıram m kubu, düzdür, bir hədlikdə. M kubunu mən kvadrata yüksəltmək istəyəndə nə edirəm? M-i yazıram, bu 3-ü 2-yə vurub 6 yazıram da. Demək, m üstü 6 hansısa bir hədlin kvadratı kimi göstərilə bildi də. M kubunun kvadratı kimi göstərilə bildi. Niyə? Çünki 6 cüt idi ona görə. 6 tək olsaydı, yəni o məsələn m üstü 5 olsaydı, bunu mən bir hədlin kvadratı kimi göstərə bilməzdim. Niyə? Çünki məcburam ki, bunu m üstündə 2/5-in kvadratı kimi yazım. Hansı ki 2/5-i 2-yə vuranda 5 eləsin. Amma artıq bu bir hədli sayılmır axı uşaqlar. Kəsr olanda o nə sayılmır? Bir hədli sayılmır. Ona görə də tək ədədlər 2-yə qalıqsız bölünmədiyi üçün biz qüvvətləri tək olanları götürmürük. Amma bir də uşaqlar nə çaşdırır? Məsələn, birincini çaşma olar, birincidə problem yaranmır 36 söhbətində. Çünki o 6x üstü 2 y-in kvadratıdır. Yəni həqiqətən də bu 36 x üstü 4 və y-in kvadratı eləyir. Problem harda yaranır? İkincidə. Baxın ikinciyə uşaqlar. O əslində nə deməkdir? Kökdür 30, a üstü 4, daha doğrusu a üstü 3, b üstü 4. Bunun kvadratıdır da əslində uşaqlar. Həqiqətən də kökdə 30-un kvadratı 30 eləyər. A kubunun kvadratı a üstü 6 eləyər. B üstü 4-ün kvadratı b üstü 8 eləyər. Kökdə 30 da uşaqlar bəzən qorxudur. Fikirləşirlər ki, axı 30-dan nəyinsə kvadratı deyil 30, 30-dan kök çıxmır. Çıxmasın, çıxmaq zorunda mı? Deyil. Yəni kökdə 30 zaten uşaqlar, misalda biz demişdik hissənin həqiqi ədəd olar, o da sizi çaşdırmasın. Həmçinin eyni şey 4-cü üçün də keçərlidir. 18m üstü 4. O əslində kökdə 18m kvadratının kvadratı deməkdir uşaqlar. Həqiqətən də 18m üstü 4-ə bərabərdir. Yəni ki, ona görə heç vaxt problem yaşamayın uşaqlar. Sonra bizdə səhv eləmirəmsə nə var idi? 24 var idi. Baxaq 24-də. Deyir ki, çoxhədlisini standart şəklə gətirin və x kvadratın əmsalını müəyyən edin. Uşaqlar, burada asan bir yol deyim sizə. Əslində qeyri-peşəkarlar nə edir? Götürüb onları bir-bir hamısını vurub açır. Ondan sonra baxır, görür ki, x kvadratın əmsalı nədir? Standart şəklə gətirəndən sonra baxır. Mən hər iki qaydadan sizə baş salacağım, çünki ikisini bilmək zorundasınız. Birinci dədə-baba qaydasından vurub açmaq yolunu deyirəm. Yəni nə edirsən? Birinci bunu buna vuracaqsan, sonra bunu buna vuracaqsan. Daha sonra keçirsən 2x-i 6x-ə və 2x-i 7-yə vuracaqsan. Başlayıram uşaqlar. Bax, birinci x kvadratını vururam 6x-ə. Sonra x kvadratını vururam mənfi 7-yə və mənfi ədədə vurdumsa mənfi hansı ortada çıx qoymalıyam da. X kvadrat vur 7. Sonra uşaqlar keçirəm bu dəfə 2x-ə. 2x-i vururam. Deməli 6x-ə. Qabağında toplama deyə plus yazdım. Və son olaraq 2x-i vururam mənfi 7-yə. Qabağında mənfi var deyə 2x-i 7-yə vuranda çıxma yazacağım. Uşaqlar, indi bunu hesablayaq. Baxın bir dənə. X kvadratın 6x-ə vuranda olacaq 6x-in kubu. Nə gözəl kub yazdım. Çıxılsın. 7x kvadratı. Əmsallar həmişə qabaqda yazaq ki, rahat olsun. Sonra bunlar bir-birinə vuranda nə olur? 6-nı 2-yə vuranda 12, x-ə vuranda x kvadratı və son olaraq 14x. Uşaqlar, bu bir nədir? Çox əldir. Amma standart şəkildə deyil. Standart şəklə gətirək. 6x kubundan bir dənə də olduğu kimi qalır. Bir dənə burada toparlamağa çalışaq uşaqlar. Baxın. Normalda mənfi 7 son 2 gələndə müsbət 5 eləmir. Çıxıb böyük işarəsini yazırdıq. Ona görə 5x kvadratı olur. Hər ikisinin fikir verin, oxşar bir hədləri idi də. Ona görə. Oxşar bir hədlər nə idi uşaqlar? Yalnız sadəcə və sadəcə əmsallarına görə fərqlənirdi. Hərfli hissələri əkiz olurdu, eyni olurdu. Son olaraq çıx 14x. İndi mənə nə deyirdi? Deyirdi ki, standart şəklə gətir və x kvadratın əmsalını müəyyən elə. X kvadratın əmsalı nə oldu uşaqlar? Müsbət 5 oldu. D variantı. İmtahanda həyəcanlanıb mənfi 5 yazmırıq. İndi bunun digər yolu nədir? Bu ən ideal yoludur, ən uzun yoludur hətta deyərdim.
Amma bəzən xüsusilə də blok uşaqları tənbəllikdən daha asan yollara üst tutduqları üçün neynirlər? Belə bir üsul düşünürlər. Fikirləşirlər ki, x kvadratını nə zaman alaram? Ya əmsalı x kvadratına vurmalıyam. Yəni hər hansısa bir əmsal c yazıram uşaqlar. C demək ədəd deməkdir də. Yəni x olmayan bir şey. Ya bunu x kvadratlı bir şeyə vurmalıyam. Ya da ki, 2 dənə x-li şeyi bir-birinə vurmalıyam ki, x kvadrat yaransın da. Burada da məsələn, bax x kvadratını görürsən. X kvadratını sən ədədə, yəni sabitə, yəni sərbəst həddə vuranda alarsan x kvadratını. Bir də nə zaman alarsan? X-li şeyi x-li şeyə vuranda. Yəni uşaqlar nə demək istəyirəm? X kvadratını -7-yə vuranda alarsan. Bir də 2x-i 6x-ə vuranda alarsan. Uşaqlar birincidən aldıq -7x kvadratı, ikincidən aldıq 12x kvadratı və bu iki dənə aldığınızı yekunda toplayırsınız. Niyə toplayırıq? Çünki standart halı gətirmədən ötürü onsuz da lazımdır da bizə. Bu da yenə eyni şey olaraq bizə yenə D variantını verəcək. Uşaqlar davam eləyək. 25-ci sualın yenə eyni tipdədir. İndi 25-ci sual kimin sualıydısa uşaqlar deyəsən Türkiyənin sualıydı, yadımda deyil. Eyni tipdədir, özünüz yazmağa çalışın, sonra yoxlayarsınız. Deməli nədir məsələ? Yenə də eyni məntiqdir, yenə x kvadratdan söhbət edir. Asan üsulla desək, bir də eyni qaydalara baş vurmasaq, nə etməliyik? X kvadratını yarada biləcək şey nədir? 2x-in bir-birinə vurulmağı ya da ki, x kvadratı ilə hansısa bir sabitin, yəni sərbəst həddən bir-birinə vurulmağı. Yəni x kvadratdan -4, 3x-lə 2x. Uşaqlar, x kvadratı -4-ə vuranda olur -4x kvadratı. Və 3x-i 2x-ə vuranda isə olur 6x kvadrat. İndi heç də bunları toplayırsan, toplayanda da nə olur? Müsbət 2x kvadrat olur. Onun da əmsalı nə oldu? 2 oldu da. Yəni bu sualda cavab olur 2, D variantı. Və yaxud da klassik qaydadan bir-bir vurub açıb, sonra standart şəklə gətirib, ondan sonra nə etmək olar? Əmsalı görmək olar. Sonra uşaqlar 26-cı sualda da birinci üsul yenə eyni prinsipdir. İstəsəz vurun, açın hamısını bir-birinə, standart halı gətirin və o cür əmsalı görün. Mən hər iki üsulu yazacağam yenə, çünki bu bayaqından birazcıq fərqlidir. Burada artıq x-in əmsalını soruşur. Gəlin vurub açaq. Əvvəlcə nə edirəm? Uşaqlar, x-i x-ə vururam, oldu x kvadratı. Sonra x-i b-yə vururam, olur bx. Sonra 3-ü x-ə vururam, olur 3x və nəhayət 3-ü b-yə vurub 3b yazıram. İndi nədir burada məsələ? Burada oxşar bir hədlər hansılardır? bx ilə 3x. Çünki sadəcə nədir? Əmsallar fərqlidir. Onda mən onu necə yaza bilərəm? X kvadrat üstəgəl. Baxın, hər ikisində bunların x yoxdur. Mən onları toplayanda nə etməliyəm? Normalda məsələn 5x ilə 3x-i toplayıb 8x yazmırıq. Yəni əmsallarını toplayırıq da. Burada da eyni mahiyyətdir. B ilə 3-ü toplayasan. Amma hələ ki B-nin nə olduğunu bilmədiyin üçün bunu belə mötərizə şəklində yaz ki, qarışmasın. Heç nə. Sonra nə deyir mənə? Deyir ki, x-in əmsalı 0-a bərabər. X-in əmsalı hal-hazırda b plus 3 deyil. Yazırsan b plus 3 bərabər 0. Buradan b-ni tapanda 3 sağa keçəndə işarəsini dəyişəcəyi üçün -3 olar. Yəni b -3-dür uşaqlar. Mənə də onu soruşur da. Deyir b-nin hansı qiymətində əmsalı deyir 0-a bərabər olar. Yəni b -3 olmalıdır. Başqa yolla nə etmək olar? Başqa üsul da odur ki, uşaqlar, deməli, sən fikirləşirsən ki, səndən əgər x-i soruşursa, x-i kim yarada bilər? X-i ya sən b-yə vurmalısın. B orada hər hansısa bir ədəddir uşaqlar. Ona görə istənilən ədədi x-ə vuranda yenə də təbii ki, hərfli hissəsi x olaraq qalacaqdır da, x kub, x kvadrat falan olmayacaq ki. Bir də uşaqlar 3-ü x-ə vurmaq. Bir dəfə x-i b-yə vurmaq, bir dəfə 3-ü x-ə vurmaq. Bu eləcək bx, bu birisi də eləcək 3x. İndi mənə nə deyir? Bunları demişdi axı toplamaq lazımdır. Toplayanda bx ilə 3x-in cəminin mənə nə olmasını istəyir? Deyir ki, əmsalı 0 olsun. Bunları toplayanda uşaqlar, əmsal nədir? B plus 3 deyil. Yenə də eyni məntiqlə toplayanda 0-a bərabər olması üçün b -3 olar. Bu da ikinci bir yanaşmaydı. Sonra 27-ci sualda səhv eləmirəmsə var idi. Deməli, nə deyir? B-nin hansı qiymətində çoxəddisin standart şəklində yazılışında x kvadratı və x-in əmsalları bərabər olar. Birinci qayda təbii ki, vurub açmaqdır. Amma burada bilirsiniz, daha əziyyətli olur. Bir də tutaq ki, nə isə vurub açanda tutaq ki, ən pis halda. İşarə səhv elədinizsə evin yıxıldı. Cavab səhvdir.
Amma həm də burada baxın uşaqlar 2 çox hədlidir. Biri 3 hədlidir, biri 2 hədlidir. Yəni daha böyükdür. Bunlara vurub açmaq daha çox problem yaradar bizə. Asan qayda nədir? Baxın, bundan öncə işlədiklərimiz tipdədir. Amma ki, həm x kvadratın əmsallarını istəyir, həm x-in əmsallarını istəyir. Deyir və onlar bərabər olsun. Yəni burada artıq iş 2 dəfə artmış olur da. Birinci x kvadratından başlayaq uşaqlar. X kvadratın əmsalı üçün nə edə bilərəm? Mən x kvadratını ümumiyyətcə nə zaman alaram? Ya uşaqlar x kvadratını sabitə, yəni 2b-yə vurmalıyam birinci növbədə. Sonra keçək x-ə. X-i nəyə vursam alaram? Təbii ki, x-i x-ə vursam alaram. Son olaraq 3-ə baxaq. 3-ü də uşaqlar, 3 zaten sabitdir. 3-ü mən məcburam ki, x kvadratlı bir şey vurum. Amma o bir mötərizədə x kvadratlı bir şey yoxdur axı. Ona görə də 3 ilə işimiz yoxdur. Bilirsiniz mahiyyət nədir? Birinci mötərizəyə bax. X kvadratı gəlir birinci. X kvadratını sabitə, yəni 2b-yə vursam alaram. Sonra keçirəm mənfi x-ə. Mənfi x-i x-ə vursam alaram. Bir mötərizədən götürürsənsə, o bir mötərizədən qarşılaşdırırsan da, belə deyək, hərə öz tayını tapır. 3-ü isə heç birisini götürə bilməzsən də. Çünki 3 özü ədəddir. Gərək sən onu x kvadratına vurasın, amma ikinci mötərizədə x kvadratı yoxdur. Ona görə sadəcə biz 2 dənə cüt tapdıq. Dediyim kimi ya x kvadratını 2b-yə vurmaq, ya da nədir? Mənfi x-i x-ə vurmaq. Uşaqlar, birincidən alacaq 2b x kvadratı. Həmişə əmsal qabaqda yazılır. Bu birisindən isə mənfi x kvadratı aldıq. İndi bu x-in əmsalları cəmi nə olur? Yəni, onları toplayanda nə olacaq? 2b x-in kvadratı və çıx x kvadratı topladıq. Uşaqlar, toplayanda x kvadratı qabağa çıxır. İçəridə nə qalır? 2b çıx 1 qalır da. Çünki bunun qabağında görünməz 1 var. Yəni, əmsal nə oldu x kvadratının? 2b minus 1. Bu aklımızda bir köşədə qalsın. Keçək nəyə? Keçək x-i soruşur da. Keçək x-in əmsalı üçün uğraşaq biraz da. Deməli, uşaqlar, x-i nə yaradar? Mən təbii ki, burada x kvadratla başlamıram. X kvadrat mənə lazımdır. X kvadratı, yəni, mən heç nəyə vursam x ala bilmərəm də. Özündən balaca bir şey necə alım? Burada uşaqlar, başlayırsınız mənfi x-ə. Mənfi x-i mən gərək sabitə, ədədə vurum. Çünki zaten onun x-i var da. Mən onu durub x-li bir şeyə vursam, nə olar? X kvadratına çevirilər. O lazım deyil. Sonra nə edirik? Biraz eybəcər çəkdim. Mənfi x-i 2b-yə. Sonra nə edirik? Uşaqlar, bu dəfə keçdim 3-ə. 3-ü də uşaqlar, mən x-ə vura bilərəm də. Day durub mən 3-ü 2b-yə vursam, artıq orada heç bir x yoxdur axı. O nə olur? Sərbəst olmuş olur. Əla. İndi nə edirəm? Bunları normal şəkildə eyni qayda ilə vurub açıram. Yazıram bir dəfə mənfi x vurulsun 2b. Bu olacaq mənfi 2bx. Bir dəfə isə 3-ü vururam x-ə, o da elə 3x eləyir. İndi bunları toplayaq da. Toplayanda nə olacaq? Mənfi 2bx üstə gəl 3x. Deyirdik ki, x ortaqdır, qabağa çıxır. Əmsalı nə olur bunun? Mənfi 2b plus 3. Əla. X-in əmsalını tapdıq belə bir şey. Mən bayaq nə deyirdi şərtdə? Deyirdi ki, əmsallar bərabər olsun. Всё. Bərabər deyirsə, son olaraq son proses nədir? 2b minus 1 ilə mənfi 2b plus 3-ü bərabərləşdirmək. Uşaqlar, bu b-lər sağa keçəndə olacaq 2b üstə gəl 2b. 3 zaten sağdadır. Mənfi 1 uşaqlar sağa keçəndə olacaq müsbət 1. Yəni olacaq 4b bərabər 4. B-ni tapanda da 4 4-ə bölük olur 1. Yəni ki, b nə imiş? 1 imiş. Cavab olur Y variantı. Daha sonra bizdə var 28-ci sual. Deməli, px-i və qx-i verib, daha sonra bizə şərt verib ki, px qx-ə bərabərdir. Lap yaxşı. Px burada nədir? 3x kvadratı ilə bx-in cəmi, qx isə ax kvadratı çox 2x. Onlara yazıram uşaqlar, ortasına bərabər işarəsi qoyuram. Bu qədər bəsit. Çox asan sual. Deməli, olur ax kvadrat çox 2x. Nə olur burada? Uşaqlar, bizdən AB cəmini istəyir. Bu əslində çox rahatdır uşaqlar. Əgər 2 eynilik görürsünüzsə burada, eynilik nə deməkdir? Yəni, 2 ifadənin bir-birinə eşit olması. Onda nə olur? Deməli, solda gördüyün x kvadratın əmsalı ilə sağda gördüyün x kvadratın əmsalı bərabər olmalıdır. Yəni ki, A3 olmalıdır. Daha sonra, solda gördüyün x-in əmsalı ilə sağda gördüyün x-in əmsalı da bərabər olmalıdır. Solda görülən b-ni, sağda görülən mənfi 2-ni. Ona görə b mənfi 2 olur. İndi bunların cəmi nə olur uşaqlar?
3-ün üstə mənfi 2 gələndə cavab olar 1. Cəmi olar 1. Bu mahiyyəti çox rahat bir şeydir uşaqlar. Siz necə bir şeydir? Məsələn, mən deyirəm ki, onu necə ala bilərsən? Düzdür, onu da necə almaq olar? Kimsə deyər ki, 6-ın üstə 4 gəlməklə, kimsə də deyər ki, 8-in üstə 2 gəlməklə, hətta kimsə deyər ki, məsələn, 15-dən 5 çıxmaqla, o qədər sonsuz sayda üsullar deyə bilərsiniz, düzdür. Bunların hamısı uşaqlar eynilik sayılır da. Burada da eyni məsələdir. Eynilikdir. Sol tərəf sağ tərəfə bərabərdirsə, uyğun olaraq hər bir hədlin əmsalları özünə bərabər olmalıdır. Sonra baxaq görə 29-da nə deyir? Bu da bənzər tipdir. Yenə px-i qx-i verib, deyir onlar bir-birinə bərabərdirsə, ABC cəmini tapın. Bu dəfə də uşaqlar, hətta o bərabərlik yazmadan da siz rahat görə bilərsiniz. Baxın, 5x kubu və ax kubu. Demək nə imiş? A 5 imiş. Şifahidən görürsünüz artıq. Sonra x-in əmsalında 2b var. Burada x-in əmsalında mənfi 2 var. Uşaqlar, bu nə deməkdir? 2b mənfi 2-yə bərabərdir. Yəni b mənfi 1-dir uşaqlar. Son olaraq plus 7 plus c. Demək ki, elə c də nə imiş? 7 imiş. Mənə deyir ki, ABC cəmini tap. A 5-dir, B mənfi 1-dir, C 7-dir. Hamısını toplayanda 5 ilə 7-nin cəmi 12 eləyir. 12 ilə də mənfi 1-in cəmi 11 eləyir uşaqlar. Cavab olur D variantı. Hesab səhvi eləməməyə çalışın. Daha sonra 33 deyir ki, İfadəsi eyniliyi olarsa A çox ədlisini tapın. Eyniliyi artıq başa düşdük. Dedik, soldakıların əmsalı sağdakilərin əmsalına bərabər olmalıdır uyğun olaraq. Amma burada uşaqlar nəyə problem yaşayır? Baxırlar ki, solda 2x kvadratdır, sağda isə 6x kvadratdır. Deyirlər, bu necə olur? Bu uşaqlar biz nə deməkdir? Yəni A-nın içində də uşaqlar elə bir şey olmalıdır ki, 2x kvadratla toplayanda 6x kvadratını versin. Yəni A-nın içində uşaqlar 4x kvadratı olmaq zorundadır. Buradan rahat görürük ki, demək cavab A variantı deyil. Çünki geriyə qalan bütün variantlarda 4x kvadratı var. Daha sonra nə olmalıdır uşaqlar içində? Olmalıdır xy. Dedik, axı solla sağ eyni olmaq zorundadır. Ona görə cavab burada elə D variantı olur. Yəni şifahidən görünən bir şeydir. Amma yox, əgər mən yazılışla yazmaq istəyirəmsə, deyirsənsə, çox rahat yaza bilərsən. Neyinirsən? Ümumiyyətlə biz tənliyi həll eləyəndə, nəyisə tapmaq istəyəndə, məhcul olan, yəni məlum olmayan bir şey tapmaq istəyəndə neyinirik? Məhculu solda saxlayırıq. Bütün ədədləri nə varsa hamısı atırıq sağa. Bu da eyni mahiyyətdir uşaqlar. A-nı saxlayıram solda. Çünki tapmaq istədiyim A-dır da. Qalan hər şeyi atacam sağa. Sağda nə görürəm? 6x kvadrat plus xy görürəm. İndi bu 2x kvadratını da sağa ataram sağa. Olacaq mənfi 2x kvadrat. Yəni A nəyə bərabər olacaq? Bax, 6x kvadratının 2x kvadratını çıxacam. Olacaq 4x kvadrat. Və plus xy. Yəni, buradan da rahat şəkildə D variantı alınır. Uşaqlar, davam eləyək 36-cı sualına. Yenə çoxhəllini standart şəklə gətirin və dərəcəsini tapın. Asan yolda deyəcəm sizə, klassik usulda həmişə olduğu kimi qalır da. Yəni, klassik usul vurub açmaqdır 1-1. Amma görürsən ki, solda 2 hədlidir. Yəni, 2 dənə hədd var da. Soldakı mötərizə. Amma sağdakı mötərizədə düz 4 dənə hədd var. Yəni ki, bunları vurub açmaq inşallah çox problem olacaq bizə. Ona görə ən rahat nə edirik? Bizə nə soruşur? Deyir, çoxhədli standart şəkil gətirin və dərəcəsini tap. Düzdür, dərəcə. Dərəcə nə idi uşaqlar? Deyirdik ki, çoxhədlinin dərəcəsi nədir? Çoxhədli bir neçə bir hədlərdən ibarətdir. O bir hədlərin hər birisinin ayrı-ayrı dərəcəsini tapırıq və onların içindən ən böyüyü götürürük. Düzdür. Məsələn, sən bunu vurub açanda, məsəl üçün deyirəm, x kvadratını başlayırsan x kubuna vurarsan, olacaq x üstü 5. Sonra x kvadratına vuracaqsan, olacaq x üstü 4. Sonra x kvadratını x-ə vurarsan, x kubu. Sonra x kvadratını 1-ə vuracaqsan, olacaq elə x kvadrat. İndi biz əgər ən böyüyü almaq istəyiriksə, soldakı mötərizədə ən böyük olanı, sağdakı mötərizədə ən böyük olana vurmalıyam da. Yəni, x kvadratını uşaqlar vurmalıyam x kubuna. Yəni, x üstü 5. Onu da dərəcə də elə 5 olur. Çox rahatlıqla tapırıq. Nə anladıq uşaqlar? Bunları bir-birinə vurduq. Uşaqlar götürür x üstü 6 yazır. Baxın, 6-da yazılıb. Götürür, bunları vurur bir-birinə, amma vurandıq götürür, qüvvətləri də vurur. Uşaqlar, elə eləmirik. Qüvvətləri toplayırdıq vurma zaman. Ona görə də o səhvi eləməyin. Sonra 39 var idi. Uşaqlar, 39 çox rahat sualdır. Bizə cəmi verib, kvadratlar fərqini verib, fərqi soruşur. Bu müxtəsərdir uşaqlar. Nə əcəb problem olub bu? Kvadratlar fərqinin düsturu məndən yaxşı bilirsiniz. Bir dəfə deməli toplayırdıq, bir dəfə də çıxırdıq onlar, düzdür.
Kvadratlar fərqini 25 verib, bərabərdir. Cəmin verib 10, fərqini isə bizdən soruşur. Yəni x minus y-i tapmalıyıq. İndi uşaqlar, x minus y-i tapmaq üçün nə edirəm? Bax, fikirləşək də onu nəyəsə vurublar, 25 olub. Bunu tapmaq üçün nə edirəm? Hər tərəfi elə 10-a bölə bilərəm də. 25-i 10-a bölərəm, yəni cavab olar 2,5. 2,5 də olur D variantı. 42-ci sualda nə edirik uşaqlar? Baxın, bizə nə verib? Cəmin kvadratı. Yəni, bizim müxtəsərdə A plus B kvadrat düsturumuz var. Bu düsturdan olacaq, sadələşməmiz. Bu düsturu xatırlayaq. Birincinin kvadratı üstəgəl ikisinin hasilinin 2 misli, yəni 2AB və ikincinin kvadratı. İndi məndən nə soruşur? Bəs deyir ki, 2x ilə 3y-in deyir cəmin kvadratını tap. Elə bilin ki, uşaqlar A-nın yerinə 2x durub, B-nin yerinə 3y durub da. Yenə eyni mahiyyətdir. Bir dəfə 2x-in kvadratını yazacağım. Baxın, yazıram 2x-in kvadratı. Sonra üstəgəl uşaqlar olan hasilinin 2 misli, yəni 2 vur birinci, vur ikinci. Bir də uşaqlar üstəgəl 3y-in nəyi? Kvadratı. İndi nə olur burada? Bərabər. Uşaqlar 2x-in kvadratı nədir? Əmsal da kvadratı yüksəlməli. Bəzən uşaqlar deyir 4x ya da deyirlər 2x kvadrat. Olmaz elə uşaqlar. Hər ikisinin kvadratı yüksəldirik. Həm 2-nin kvadratı yüksəldib 4 deyirik, həm də x-in kvadratı yüksəldib x kvadratı. Yəni bunun kvadratı oldu 4x kvadrat. Üstəgəl, baxın bir dənə bunları bir-birinə vuraq. Bu standart olmayan bir həddidir. Yəni əmsallar səpələnmiş vəziyyətdədir. 2, 2, 3 bir-birinə vuraramsa 12 olar. Və x, y-i də yazdım yanına. Üstəgəl 3y-in kvadratı da həmçinin 3-ün kvadratı 9, bir də y kvadrat. Hə, artıq cavabı almış olduq. Görək belə bir variant hardadır? 12x, y olsun. Cavab olur uşaqlar y variantı olur. Çox kolay. Sonra var bizdə uşaqlar 44-cü sual. Deyir ki, kvadratlar cəmi 25-dir, hasili 12-dir, AB cəmini soruşur. Hə, biz demişdik ki, kvadratlar fərqini düsturun bilirik. Hardadır o? Hara yazdım bayaq? Baxın, bu düstur. Bu düsturu hamı bilir. Amma kvadratlar cəmi uşaqlar əslində toplama olandan, çıxma olandan çıxır. Deyirdik ki, kvadratlar cəmin 2 cür düsturu var. Birincisi A plus B-nin kvadratından uşaqlar 2AB-ni çıxmaqdır. Digəri isə A minus B-nin kvadratının üstünə 2AB gəlməkdir. Həmişə belə yaddırsaq, burada toplama olanda burada çıxma olur, burada çıxma olanda burada toplama. Bu iki düsturun ikisi də eyni hüquqdadır, eyni vaciblikdədir. Amma nə zaman hansını işlədirik? Bizdən nə soruşarsa, baxın bir dənə cəmi soruşur. Cəmi soruşursa mən bunu işlədəcəm də, birinci düsturu işlədəcəm. Yəni baxın, birinci düsturla irəliləyəcək. İndi mənə nə verib uşaqlar? Deyir ki, kvadratda cəmi 25. Yazıram 25 bərabər. Cəmi bilmirəm. Cəmi məndən soruşur. A plus B-nin kvadratı. Çıxılsın. AB nədir uşaqlar? 12 deyil. Yəni 2 vur 12-dir də. Düzdür. Olacaq A plus B-nin kvadratı bərabər. Bunu tapmaq üçün nə edirəm? Nədən 24 çıxsaq 25 olar? Təbii ki, bunun üçün 25-in üstünə bu 24-ü gəlirik. Olur nə? 49. Hə, cavab oldu 49. Bizə nə soruşur? AB cəmi. Baxın, AB-ni soruşursa uşaqlar, hər tərəfi belə yaza bilərik də. Biz əslində bu 49-u 7-nin kvadratı kimi yazsaq və kvadratları tullasaq, rahat şəkildə AB cəmini nə alarıq? 7 alarıq. Olur cavab B. Təsəvvür edin, imtahanda cavablarda 49 var, sizə 49 yazırsınız. Elə səhv eləməyin uşaqlar. Sonra 45-ə baxaq uşaqlar. Yenə də bax, mənə gör hansı düstur lazımdır. Mənə cəmli bir şey verib də, fərqli bir şey verməyib ki, onda mənə hansı düstur lazımdır? A kvadrat plus B kvadrat bərabərdir. Bir dəfə A ilə B-ni toplayıb kvadrata yüksəldirəm, çıxıram 2AB-ni. Yəni ki, 33 bərabərdir. Cəmi 7 verir, baxın, 7-nin kvadratı çıx 2AB. Hər dəfə uşaqlar birini verib, o birini soruşur da. Bayaq AB-ni vermişdi, cəmi soruşurdu. İndi tərsinə. Olacaq 33 bərabərdir. 7-nin kvadratı 49 çıxılsın 2AB. İndi 2AB nədir uşaqlar? 49-dan nə çıxsam 33 olar? 16 çıxsın. 2AB 16-dırsa AB də 8-dir. Nə deyir? AB arasını tap 8 cavab olur C variantı. Daha sonra baxırıq 46-ya. Bu da yenə eyni prinsipdir uşaqlar, eyni düsturla yazılır. Kvadratlar cəmini soruşursa, bizim məlum düsturumuz toplamalı bir şey verib deyə x plus y-in kvadratı
Çıx 2xy ilə olan düsturundan irəliləyəcək. İndi bərabər necə yazarıq, necə taparıq? Cəmi 7 verib yazıram 7-nin kvadratı çıxılsın 2 vur. Xy isə 11-dir uşaqlar. Olur 49 çıxılsın 22. Yəni cavab olur 27 uşaqlar. D variantı. Sonra bizdə səhv eləmirəmsə 48 gəlir, 47 yoxdur nə hikmətsə. Ne gözəl 48 var. Hə, 48-də nədir? Sadələşdir. Bu da çox rahatdır. Müxtəsər düsturudur uşaqlar. Niyə əziyyət çəkmisiniz bilmirəm. Müxtəsəri yaxşı öyrənin də. Uşaqlar a plus 1-in kvadratıdır. Bir dəfə isə a minus 1-in kvadratıdır. Bunları kvadratı yüksəldib bir-birindən çıxa bilərsiniz. Ya da kvadratlar fərqi kimi yaza bilərsiniz. İki üsulu var bu sualın. Birinci üsul nədir uşaqlar? Hər birisini ayrı-ayrı tapaq. Müxtəsərə görə birinci a plus 1-in kvadratını tapıram. Uşaqlar a plus 1-in kvadratı nədir? Deməli, birincinin kvadratı üstə gəl. Onların hasili a eləyir. A-nın da ikimisli 2a. Və 1-in kvadratı elə 1-dir. Daha sonra uşaqlar, ikinci nədir? A minus 1-in kvadratı. Bu dəfə də a minus 1-in kvadratını tapmalıyım. Olacaq a kvadrat çıx 2a plus 1. Hə, indi mənə deyir ki, bunlar bir-birindən çıx. Uşaqlar, çıxma zamanı əslində məncə problem olmaz. Baxın, bunların alt-alta çıxmaq deməkdir. A kvadratını çıxsam gedər. 1-dən 1-i çıxsam gedər. Amma 2A-dan çıxsam mənfi 2A-nı uşaqlar, onlar getməyəcək. Olacaq 2A plus 2A, yəni olacaq 4A. Cavab uşaqlar 4A olur. D variantı. Bildiniz də, neynədim? Yəni çıxdım. Uyğun olaraq silah gedənləri yazmadım da onları sıfır eləyirəm. Başqa bir üsul nədir uşaqlar bu sual üçün? Pişiyin balasını axtarır. Deməli, nədir burada məsələ? 48-də. Başqa bir üsul uşaqlar nədir? Bəzən bunu kvadratlar fərqi kimi yazırlar. Bilirsiniz necə? Kvadratlar fərqi deyəndə nəzərdə tuturam. Baxın, bir dənə yaxınlaşdırıram. Əslində a plus 1 nəsə elə bir şeydir ki, onun kvadratından çıxıblar a minus 1-in kvadratını. Yəni üstlərə baxın bir dənə. Burada da kvadrat var, burada da kvadrat var və ortada çıxma. Kvadratlar fərqinə gəlib çıxırmı? Bəli. Biz kvadratlar fərqinin düsturunu necə xatırlayırdıq? Deyirdik ki, bir dəfə onları toplayırıq, bir dəfə də onları bir-birindən çıxırıq. İndi burada da uşaqlar bizim x-imizin, y-imizin yerində duran əslində a plus 1, a minus 1-dir. Yenə nə deyirəm uşaqlar? Baxın, x-in yerində a plus 1, y-in yerində a minus 1 durub hal-hazırda. Ona görə bunları biz bir-birinə yerinə qoysaq, rahatlıqla alarıq. Bərabər, baxın bu düsturda yerinə qoyuram da, aşağı düşdüm yazmağa. Bir dəfə onları toplayıram. Yəni a plus 1 plus a minus 1. Bir dəfə isə onları çıxıram. A plus 1, baxın, bunu çıxıramsa, diqqətli olun, bunu çıxıramsa, çıxılsın a plus 1 yazıram uşaqlar. Bildiniz niyə? Çünki bunun qabağına mənfi atanda mənfi 1-in şahisi dəyişib müsbət 1 olacaq ona görə. İndi burada birlər islah gedər 2a qalar. Burada da a'lar islah gedər, qalar 2. Və onlar bir-birinə vuranda 4a almış olaraq. Bəzən uşaqlar bu üsuldan istifadə edirlər. Amma ən klassik üsul, ən çox işlənən üsul elə mən birinci izah elədiyimdir. Hər birisini normal qaydada açıb sonra bir-birindən çıxırsınız. Amma çıxma zamanı mütləq şəkildə işarələrə fikir verin ki, evimiz yıxılmasın. 48 səhv eləmirəmsə 2 nəfərdə sual idi. Sonra 49 da var. Maşallah ardıcıl gedirik. Sualların hamısını eləməyə saxlamısınız ki. 49 nədir? Deyir ki, ifadəni sadələşdirin. Sadələşdirə də. Uşaqlar, nə edəcəyik? Müxtəsərlə hər birisini açacaq. Sonra çıxacaq da. Bax, yazıram 4 vuruz. 4 ilə hələ işim yoxdur uşaqlar. 4-ü ən axırda vuracam. Mənim işim nədir? A çıx 2b-ni kvadratı yüksəltmək. Müxtəsərə görə. Deyirdik ki, birincinin kvadratı, yəni a kvadrat çıxılsın. Onların hasilinin iki misli. A ilə 2b-nin hasili 2ab eləyir. Amma 2 misli 4ab eləyir. Sonra üstə gəl. 2b-nin kvadratı nədir uşaqlar? 4b kvadrat. Xoşbəxtlik. Bununla işimiz qutardı. Çıxılsın. İndi digərini kvadratı yüksəldirəm. Baxın uşaqlar, birinci 4b-nin kvadratı gəlir. 4b-nin kvadratı 16b kvadratı. Ortada toplama var deyə toplama yazdım.
4B ilə 2A-nı bir-birinə vurub, bir də 2-yə vurmalıyam. Yəni 2 qatı yazılır çünki həmişə. 4B-ni 2A-ya vuranda 8AB eləyir. 2 qatı da 16AB eləyir uşaqlar. Və son olaraq 2A-nın kvadratı, yəni 4A kvadrat. Всё. İndi uşaqlar nə edirəm? Baxın bir də. Əvvəlcə mötərizənin qabağında olan 4-ü hər birisinə vururam. Yəni olur 4A kvadrat çıxılsın 16AB üstəgəl 16B kvadrat. Sonra baxın, buradakı mənfi içəridəkilərin hər birisinin işarəsinin əksinə dəyişəcək, mənfi eləyəcək. Yəni çıx 16B kvadratı çıx 16AB çıx 4A kvadrat. Bərabər. İndi sadələşdirmə prosesi. Görək kimlər islah gedir. Baxın, 4A kvadratla mənfi 4A kvadratı bir-birinin əksidir, islah oldu. 16B kvadratı ilə mənfi 16B kvadratı bir-birinin əksidir, islah oldu. Nə qaldı? Mənfi 16AB çıx 16AB. Mənfi 16 çıx 16 normalda necə hesablar? Mənfi yazıb toplayıb mənfi 32 demirik. Burada da mənfi 32 AB olur cavab. Cavab olur D variantı. Baxın uşaqlar, bu mövzu konkret sizin buraxılışda ən azı buradan 1 və yaxud da 2 sualınız var. Bu mövzu ilə bağlı. Çox vacib mövzudur. Biri məsələn müxtəsər kimi sadələşdirmə falan belə bir şeylər düşür tutaq ki. Digəri isə ola bilər ki, konkret sırf çox hədli ilə bağlı düşər. Sırf bir hədli olan dərəcəsi və s. belə bir şey düşər. Hər cürə şey düşür uşaqlar. Özü çətin sual kimi də düşmür də, yəni. Bu bölmə bizim üçün çox vacibdir uşaqlar. Ona görə də variantlarda da diqqətli olun. Ay bilirdim, səhv yazdım, mexaniksə belə şeylər eləməyin. Sonra nə olur? 49-dan sonra. Daha sonra 50-ci sual. A minus B 2 verilib, hasil 3 verilib, kvadrat təfəyyülünü soruşur. Da bundan heç dəfə işlədik, yoruldum mən. Baxın uşaqlar, kvadratlar cəmini mən 2 cür düsturunu bilirəm, amma mənə fərq verilib deyə mən A minus B-nin kvadratı plus 2AB düsturundan istifadə edirəm. Bərabər. Fərqi verib 2, 2-nin kvadratı üstəgəl. 2AB nə deməkdir? 2 vur 3 deməkdir. Axı AB-ni mənə 3 verib. Bərabər olur 4 üstəgəl 6, yəni cavab olur 10. B variantı. Sonra 51 də bizdə problem olub, bu nə əcəbsə. Uşaqlar, 51-ci sual əslində buraxılışın çox, əvvəllər daha çox düşülür bunlar buraxılışa əvvəlki illərdə. İndi son vaxtlar əslində o qədər də çox görmürəm, amma ki, uşaqlar, asan bir şeydir. Baxın bir də, burada sürət konkret müxtəsərin açılışıdır. Sən o açılışı görməlisən. Həmişə sənə düsturu verib deməyəcək ki, bunu aç. Bəzən açılışı verirsən, onu yığmalısan, tərsinə yəni. Bax, 24-ün kvadratı başlanğıcda yazıb, 16-ın kvadratını axırda yazıb, ortada isə onların hasilini ikincisliyini yazıb. Bu hansı düstura oxşuyur? A plus B-nin mötərizə kvadratına, düzdür? Yəni 24 üstəgəl 16-nın mötərizə kvadratına. Məxrəcdə nə görünür? Kvadratlar fərqi. Bir dəfə deyirdik ki, onları toplayıram. Bir dəfə isə onları çıxıram. Bərabər. İndi baxın bir dənə uşaqlar, sürətdə nə var? Heç hesablamaya ehtiyac yoxdur. Sürət 24 ilə 16-nın cəmi ümumiyyətcə 40 eləyir. Amma 2 dənə 40 vardı, orada 40 vur 40. Çünki kvadratda axı. Məxrəcdə isə 40 vur, 24-dən 16 çıxanda 8. Baxın, o 40-ların biri gedəcək. Qalacaq 40 bölü 8. Bunun da cavabı olur 5. Olur A variantı. Sonra bizdə 55 var. 55. Baxaq görək. Yenə də eyni düstur yox. Burada bu dəfə kublar soruşur uşaqlar. Kublar soruşsa belə siz bunları tapa bilərsiniz. Kub soruşanda birazcık problemlidir uşaqlar. Mən qəbul edirəm. Bir dənə kubun düsturunu xatırlayaq. X kubu plus Y kubu. AB ilə öyrənmisinizsə, X, Y ilə də görəndə bilməlisiniz. Deməli uşaqlar, bir dəfə mötərizəli olurdu bunun düsturu. Bir dəfə onları toplayırdıq. Çünki ortada toplamazsa mən də toplayıram. İkinci mötərizədə isə yazıram X kvadrat çıx XY üstəgəl Y kvadrat. Belə yadda saxlayın bu kubların düsturunu. Çox uşaq kubları gecə öyrənir, qarışdırır. Bax, kubların cəmidirsə, burada mötərizə görürsənmi? Yox. Bəzən uşaqlar bundan qarışdırır bu düsturu uşaqlar. Bax, bu düstur cəmin, daha doğrusu kub. Cəmin kubudur uşaqlar. Cəmin kubu ilə kublar cəmi ayrı söhbətdir. Bu cəmin kubudur. Bu heç. Burada mötərizədə düsturda, düzdür. Mən onu soruşmuram. Mən kublar cəmini soruşuram. Burada mötərizə görürsünüzmü? Yox.
Əgər sən düsturun özünə mötərizə görmürsənsə, onun açılışına mötərizə görəsən. Ona görə açılış ikilərin mötərizənin hasilidir. Və burada x plus y-dir deyə, burada da x plus y-dir. Və ikinci mötərizə artıq mənfi olmalıdır. Əgər birincidə yoxdursa mənfi, o birisində olmaq zorunda. Nəysə, bu düsturu bildik. Bir də onu yadda saxlayın ki, uşaqlar bəzən götürüb bu kvadratda yəni kub yazırlar. Olmaz uşaqlar. Kubun düsturunda sən niyə təzədən kub işlədəsən ki? Məqsəd kubu sadələşdirmək deyil. Yəni tezdən orada niyə kub yazırsan ki? İndi mahiyyət nədir uşaqlar? Bax burada bir dənə diqqətlə fikirləş. Mən bunu tapmaq üçün mənə x, y-in cəmi lazımdır, hansı ki 4 verilib. Xoşbəxtlik. Hasil lazımdır, hasil də verib 3. Əla. Amma burada nəyim çatışmır? Kvadratlar cəmi çatışmır. Bax x kvadrat plus y kvadrat çatışmır. Mən ona görə gedirəm aşağıda əziyyət çəkirəm. X kvadrat plus y kvadratın düsturunu xatırlayıram. Hansı düsturunu xatırlayıram? Cəmlə olan. Çünki mənə cəm verir. Yəni x plus y-in kvadratı çıx 2xy. Gəl bunu tapım. Bərabər. Cəmin kvadratı, yəni 4-ün kvadratı çıxılsın. 2 vur xy, yəni 3. Olacaq 4-ün kvadratı 16-dır, 2 3-üm 6-dır. Bunlar bir-birindən çıxanda elədir 10. İndi bu tapdığım 10 nədir? Tapdığım 10 uşaqlar. Bunun cəmidir. İndi yerinə qoyub hesablayıram, iş artıq bitib. Bax, bunun yerinə qoyuram, mənə misalda verdiyi 4-ü, mötərizə açıram. Altından xətt çəkdiklərimin cəmi mən 10 tapmışam az öncə. Yazıram ona görə 10. Çıxılsın x, y qaldı axı. Ona görə çıxılsın 3 yazıram. Verib özü mənə misalda. Olur, 4 vurulsun. Bu mötərizənin qiyməti də 7 elədiyi üçün 4 7 cavab olar 28 D variantı. İnanın müxtəsərdə mən sizə hansılar ki, qabağında çıx qoymuşam, bu düsturu öyrənməyə ehtiyac yoxdur. Baxın, bunun əslində hazır düsturu var. Amma mən onun tərəfdarı deyiləm ki, yəni nə ehtiyac var? Əlində bu düstur var, bu düsturu məndən yaxşı bilirsən. Bir də bu düsturdur. Bu ikisinin sintezindən zaten bu tip sualları ala bilirsən. Çətin deyil uşaqlar. Deməli, gələk 57-yə. Bu dəfə də bizə kublar fərqi soruşulur. Kublar fərqinin düsturunu xatırlayaq. Nə dedik? Dedik ki, düsturun özündə mötərizə yoxdursa, açılışında olacaq. Bir dəfə onlara çıxırıq. O birisində isə neynirəm? X kvadrat üstə gəl xy üstə gəl y kvadrat. Aha. İndi mən bunu tapmaq üçün, bax, fərq lazımdır və verilib. Fərqi 4 verib. Hasil lazımdır, onu da 2 verib. Amma kvadratlar cəmi yoxdur. Ona görə gedirəm kvadratlar cəmini aşağıdan tapıram. Amma hansı düsturla fərq olanla? Yəni x minus y-in kvadratı plus 2xy-nə. Bərabər. Fərqi verib 4. Yazıram 4-ün kvadratı. Çıxılsın. Daha doğrusu üstə gəl. 2 vur xy. Xy də zaten 2-dir. 4-ün kvadratı eləyir 16. Üstünə də 4 gələndə bu oldu 20 uşaqlar. İndi bu 20 nədir? 20 nəyin cavabıdır? 20 bu ikisinin cəmidir. Bərabər. Bax, fərqi verib mənə 4. Yazıram 4 vurulsun. Altından xətt çəkdiklərimin cəmi 20-dir. Bir də üstə gəl xy var axı, onu da unutmayaq. Üstə gəl nə? 2. Özü mənim misalda 2 verib onu. Bərabər. Olacaq 4 vur 22. Yəni cavab olar 88. Y variantı. Maraqlı sualdır. Bu 57 idi. Sonra bizdə 61 var. 61 asandır. Uşaqlar, mən də hamısını asan deyə gedirəm. 61-də fərqi verib, hasili verib, soruşduğu şey eybəcər görünə bilər. Amma uşaqlar, orada siz ortaq vurulma mötərizə xaricdən çıxararaq sadələşdirə bilərsiniz. Baxın diqqətlə bu ifadəyə. Burada hər ikisində nə görürsən? A da görürsən, B də görürsən, hər ikisində. Onda elə A, B-ni çıxar da çölə. Çıxarsan nə qalacaq içəridə? Qalacaq A-nın biri, çıxılsın. Bir də B-nin biri. Həqiqətən də bunu vurub açanda, bunu buna vuranda A kvadratı B eləyəcək. Bunu buna vuranda AB kvadratı eləyəcək. Bərabər. Xoşbəxtlik, sən AB-ni 24 verir, fərqi də 2 verir. Bir-birinə vurdun, cavab oldu 48. Çox kolay imiş. Sonra bizdə var 67. 67 hardadır? 67 ifadəsinin vuruqlarından biri aşağıdakilərdən hansıdır? Uşaqlar, bunu vuruqlara ayırmaq üçün, ümumiyyətcə, belə deyək də, bəzən olur ki, vuruqları ayırmaq olduğu kimi olmur. Biraz onun üzərində işləməli oluruq. Bu da onlardan biridir. Necə ayıraq vuruqlara? Əslində nə düşünürəm uşaqlar? Burada ortadakının üzərində biraz işlər görməliyik. Bax, x kvadratını yazıram.
mənfi 12y kvadratını yazıram. Ortadakı xy var. Mən o xy-i biraz dəyişdirməliyəm. Çünki hal-hazırda mən bu üçhədliklə heç bir şey eləyə bilmirəm axı. Mən onu necə eləyərəm? Baxın uşaqlar, mən burada necə yaza bilərəm? Yazaram ki 3 xy üstəgəl 4xy. Belə yaza bilərəm. Fikir ver, birini mənfi yazdım. Niyə mənfi yazdım? Həqiqətən bunun cavabı nə eləyir? Çıxıb böyük şahısını yazdığımız üçün xy eləyir də. Və yaxud da sən belə də yaza bilərdin. 4xy çıx 3xy də yaza bilərsən. Mahiyyət eynidir. Fərq yoxdur burada heç bir şey. Sadəcə mən istədim ki, 3 olan x kvadratın yanında olsun. Ona görə belə yazdım. Onun heç bir fərqi yoxdur. İndi bax, bunu başa düşdük də, düzdür? İndi nə edirəm? Diqqətli ol. Birinci növbədə bu ilk ikisinə baxırsan. Bunların ilk ikisində yəni ortaq nə var? X var. X-i çıxararamsa çölə, nə qalar içəridə? X çıxılsın 3y. Düzdür? Əla. Sonra keçirim bu biri 2 dənəyə. Bunların hər ikisinə nə var? 4 var. Başqa nə var? Y var. 4y çıxarsam içəridə nə qalar? X çıxılsın 3. Daha doğrusu 3y. Y yazmam. Çünki y kvadrat da. İndi nə görürəm uşaqlar burada? Baxın, hər ikisində nə gördüm? Eyni şey. Yəni x minus 3y. Hər ikisində gördüyün şeyi bir dəfə də qabağa çıxarırsan, geriyə qalan nə olur? Bax, bunların ikisindən bir dəfə çıxardım qabağa. Geriyə qalan x ilə 4y-in cəmi oldu uşaqlar. Bundan bunun cəmi oldu. Yəni vurğular budur uşaqlar. Mənə deyir ki, çox ədəsən vurğularından biri aşağıdakilərdən hansıdır? Ya x minus 3y olmalıdır. Hansı ki variantlarda elə bir şey yoxdur. Ya da ki x plus 4y olmalıdır. Yəni cavab olur D variantı. 70-i də Türkan soruşub. Amma niyə soruşub? Çünki asan sualdır. Bunları dəstə danışmışdıq. Bax, nədə çaşmısan? X-in hansı qiymətini kəsrin mənası yoxdur. Bir kəsrin mənasının olmaması üçün nə olması gərəkir? Məxrəcin 0 olması. Çünki məxrəc 0 olanda mənası olmur. Qalan bütün hallarda mənası var kəsrin. İndi bu məxrəcində nə görürəm mən? X minus 5. X minus 5 0 olsaydı bu kəsrin mənası olmazdı. Yəni x 5 olsaydı. Ona görə cavab olur C. Biri var, sənə desin ki, kəsrin qiyməti 0-a bərabərdir, hansı ki 71-də 10-dur. Elə olanda bərabər eləyirsən 0-a, yəni sadəcə sürət 0-a bərabər eləyib tapırsan, heç məxrəci orada ehtiyac yoxdur. Amma əgər mənası yoxdur desə, o zaman məxrəci 0-a bərabər eləyirsən. 1000 dəfə deyirəm uşaqlar, qulaq asmırsınız yəni. Səhvlərinizə qayıdın bir özünüz sonradan baxın, belə olmaz. Mən əminəm ki, bunu heç yəni düşünmürəm ki, ikinci dəfə qayıdıb baxmısınız. Heç inanmaram. Məncə ki, Türkiyə heç buna qayıdıb baxmıyor. Sonra 73-də nə deyir? Deyir ki, ifadələrindən hansı digərləri ekvivalent deyil? Sualı görüb eybəcər düşünmüsünüz, ona görə baxmamısınız. Ekvivalent nə deməkdir uşaqlar? Ekvivalent bərabər deməkdir, eyni deməkdir. Biz birinci tapacağıq ki, görək burada bir-birinə eyni olanlar hansılardır? Eyni olmayanları soruşur bizə, ona görə eyni olmayanları tapacağıq da. Bax bir dənə. Biz birinci nə görürük? 3x böl 2y. Əla. Bunu bildik. İkincidə bir dənə var. İkincidən mən hər tərəfi, həm sürət, həm məxrəci 2-yə bölsəm nə alaram? 2-yə bölsəm. Sürətdə 3x alaram, məxrəcdə də 2y alaram. Eyni oldu mu? Oldu. Sonra keçirəm üçüncüyə. Bir dənə üçüncüyə baxaq. Üçüncüdə uşaqlar o 2-3, qabaqdakı 2-3 o qalır. Sadəcə x-ə ixtisar aparıram uşaqlar. Çünki həm yuxarıda, həm aşağıda x varsa, o x ixtisar gedə bilər də. Sürəti x-ə böləndə 3x qalacaq. Məxrəci x-ə böləndə 2y qalacaq. Yenə də eyni oldu mu? Oldu. Növbəti. Bu dəfə də uşaqlar y-ləri ixtisar aparıram. Çünki həm sürətdə y var, həm də məxrəcdə. Sürətdəki 3x y-ə bölsəm 3x qalar. Məxrəcdə 2y kvadratını y-ə bölsəm 2y qalar. Bu da nə oldu? Eyni oldu. Son olaraq uşaqlar bizdə verilən bu kəsir. O, təəssüflər olsun, heç birisi digərləri ilə ekvivalent deyil. Niyə deyil? Çünki x kvadratı ayrı şeydir uşaqlar, x ayrı şeydir. Yəni biz orada onu ekvivalent götürə bilmərik. Orada konkret x, y olmalıdır da sürətlə məxrəcdə. Amma orada x kvadrat, y kvadrat verib. Yəni ekvivalent olmayan hansı oldu uşaqlar? Elə sonuncu kəsrimiz, yəni cavab Y variantı olur. Amma digər dördü uşaqlar hamısı bir-birinə bərabərdir. İxtisarla və s. rahatlıqla bərabər olduğunu aldıq. 78-ci sual. Bu sualı mən hansısa qrupda izah eləmişdim, bilmirəm.
harda izah elədim. Deməli, burada uşaqlar nə edir? Orta məxrəci gətirməyə çalışırlar. Götürürlər bir dəfə A-2-yə vururlar, bir dəfə 2-A-ya. Uşaqlar, əslində siz görürsünüz ki, o məxrəclər bir-birinin əksidir. A-2 ilə 2-A bir-birinin əksi deyil, əksdir. Demək, mən onu necə yaza bilərəm? Baxın bir dənə. A kvadratı bölünsün A-2. Buna dəymirəm. Bu birini belə yazıram. Baxın, A+2-yə də dəymirəm. Sadəcə mənfini çıxarıb qabağa A-2 kimi yazıram. Həqiqətən də bunu vurub açanda mənfi A+2-ni alacaqsan. Yəni o onsuz da, daha doğrusu düz yazmadım. 2-A. Uşaqlar, mən bunu belə eləsəm, qabağına mənfi atsaydım, o bir-birinin əksi olardı da. İndi və yaxud da belə elə öz qaydamızla irəliləyə bilərik. Baxın, mən nə etdim? Bir dənə mahiyyət tutmağa çalışın. 2-A yazmışam, düzdür? 2-A bu bir-birinə bərabərdirmi? Bu 2-A eləyərmi? Eləyər. Həqiqətən vurub açanda mənfi A+2 eləyər. Bu da zaten 2-A deməkdir. Yerlərini dəyişdirəndə onsuz eyni şey olur. İndi belə eləməyimdə məqsəd nədir? Uşaqlar, burada yenə də birinci işimiz yoxdur. A kvadrat böl A-2 ilə. Sadəcə buradakı bu mənfi sənin kəsrində ortaya yerləşməlidir. Çünki müsbət mənfiyə vuranda axı mənfi eləyir, ona görə. Onda ortadakı işarə dəyişir olur, mənfi. A+2 olduğu kimi qaldı. Məxrəcdə də A-2. İndi bəli, 2 kəsirdir. Hər ikisi məxrəci eynidirsə, məxrəc olduğu kimi qalır. Sürətlər uyğun olaraq çıxılır. Yəni A kvadratı çıxılsın ki, A+2. Və uşaqlar, A+2 mötərizə yazmamın səbəbi odur ki, yersiz işarə səhv eləməyək. Olacaq A kvadrat çıx A çıx 2 bölünsün A-2. Nə deməlidir? Sadələşdir. Sadələşdirdim. Uşaqlar, bundan sonra variant görməyəndə yenə də vahimiyə düşmürük. Çünki prosesin biz hələ 50%-ni icra eləmişik də, hələ işlər davam edir. Sən burada nə edərsən? Bundan sonra nə pis oldu, yerimiz qalmadı. Yox, uşaqlar, yuxarıdan yazıram davamını. Uşaqlar, burada məxrəclə işimiz yoxdur, amma sürətdə biraz dəyişiklik eləməliyik. Sırf ixtisar keçsin deyə. Sürətdə mən o bayaq başa saldığım qayda. A kvadratı və çıx 2 ilə işim yoxdur. Ortadakı mənfi A-nı mən necə yaza bilərəm? Çıx 2A plus A kimi yaza bilərəm də. Həqiqətən də onların hesablayanda mənfi A verəcək. Bölünsün. Məxrəcdə də A-2'miz var. İndi uşaqlar, başqa rəylə keçim yazın. Mahiyyət nədir? Bax, bu ilk ikisini götürürsən. İlk ikisindən hər ikisində A olduğu üçün A-nı çıxarırsan mötərizə xaricinə qalır A-2. Üstə gəl A-2. Məxrəcdə də A-2. İndi nə olur? Diqqətlə baxaq. A-2 hər ikisində var deyə bir dəfə də çıxar qabağa. Geriyə nə qalacaq? A üstə gəl 1. 1 hardan çıxdı? 1 bunun görünməz əmsalıdır. Sadəcə görünmür deyə o demək deyil ki, yoxdur. Əslində var. Və məxrəcdə də A-2. İndi uşaqlar, A-2-lər ixtisar gedər, cavab qalar A plus 1. Yəni D variantı. Uşaqlar, bu sual elə belə sual deyil. Bu sual maraqlı sualdır. Əsl qəbul səviyyəli sualdır. Qəbulunda buraxılış nəzərdə tuturam uşaqlar. Bu arada yaxşı yadıma düşdü. Kim bu bloka qəbul adı qoyub, mən hələ də onu tapa bilmirəm. Qəbul edən uşaqların ağlına niyə görə sırf blok imtahanı gəlir, mən bilmirəm. Uşaqlar, buraxılış imtahanı da qəbul imtahanıdır da. Sadəcə əvvəllər bilirsiniz, köhnə metodikada belə idi ki, əvvəllər təhsil sistemində elə idi ki, onda DİM-in köhnə adı TQCK olan vaxtlarını deyirəm. Uşaqlar, onda bilirsiniz necə idi? Buraxılış imtahanını hamı verirdi və kollecə və s. oradan gedirdi hamı. Yəni o ayrı bir imtahan idi. Amma universitet üçün ayrı imtahan idi uşaqlar. Yəni indi məsələn bir dəfə verirsən buraxılış verdiyin buraxılışı həm də sən universitet üçün işlədirsən də, sadəcə bloku verirsən. Amma elə deyildi əvvəllər. Əvvəllər kollec üçün tam ayrı imtahan verirdin 3 fəndən. Universitet üçün də tam ayrı şəkildə 5 fəndən birdən bütöv imtahan verirdin. Özü onda 6 fən falan yox idi, 5 fən idi bütün qruplarda. Və lap öncələri isə uşaqlar hətta buraxılışda heç xarici dil yox idi uşaqlar. Sadəcə Azərbaycan dili və riyaziyyat idi lap əvvəllər. Və təəssüflər olsun, uşaqların ağzına düşüb köhnə sistemlə deyirlər də, belə deyək. Buraxılışı, bloku
Düz deyil. Uşaqlar, bunlar hamısı qəbul imtahanıdır. Siz əgər universitetə qəbul olmaq üçün verirsinizsə, qəbul imtahanının bir parçasıdırsa, təbii ki, qəbul imtahanıdır. Adicə müəllimlərin işə qəbul imtahanı var, MİQ imtahanı. MİQ imtahanı özü də qəbul imtahanıdır. Yaxud da başqa liseylərə qəbul imtahanı, o da qəbul imtahanı, hamısı qəbul imtahanıdır uşaqlar. Harasa qəbul olmaq üçün verirsiniz.